Əgər normal vaxtında editləyib qoysam, bu mənim 3-cü videom olacaq. Welcome to my third video. Salam. Dostlar, biz gedirik Aliyə ilə. Şəhər dəyişirik. Biz halda Bolonya'dayıq. Və trenlə gedəcəyik Ravennaya. Emilia-Romanya bölgəsinin içindəyik hələ də. Aha. Uzaqlaşmır. Və bizim hal-hazırda çamadanlarımız da var belə. Çamadanın ne olduğunu oraya gedəndə izah eləyərik. Ya da ama bir qısım Aliyə. İçi boşdur. Hərəkət aparmaq çox rahatdır. Amma now we're going. Yəni ki belə. Let's see what will happen. Biz çamadanlarla, baxın dostlar, train station oradır. Ve biz yolu indi keçirik. Buradayım. Bileti buradan alaq. Okay. Biz bileti hələ almamışıq, ona göre bileti indi alacağıq. Purchase tickets. Aha. Bologna Centrale. Biz çünkü Bolonya'dan Ravenna'ya gedirik. Burada botol şəkil çəkmək üçün yer var. Bu botol üçündür. Siz botolu verirsiniz və sizə pul verir. Dostlar, biz əslində neçədə gedəcəkdik? 11:45-də gedəcəkdik. Amma indi baxırıq ki, bilet qalmayıb və biz ona görə də 10:15-dir. Yəni 1 saat gecikirik. Yəqin gedib kofe içəcəyik. Mən də səhər duranım deyirəm ki, kofe içməmişəm. Mən kartı ödədim. Artıq Aliyə götürdü və mənim kartımda biletim də gəldi. Allah. İndi gedib bunları təsdiq etdirməliyik. Çünki nə fərqi var ki, indi də eləyə bilərik. Maksimum 1 saat için işlətməlisin. Okey. Dostlar, burada siz bunu təsdiq etməzsəniz, bu keçərli verified sayılmır. İndi biz gəlmişik karatezi deyə. Kofe sipariş edəcəyik. You can go, please. Counter. Yes. Ciao. Ciao. We're in coffee. Perfect. Good. Un cappuccino. Un cappuccino. Cappuccino. Un cappuccino. Un Alright. cappuccino. Yeah. Così? Nothing more? Basta così? Nothing. No, that's it. 1,50. When you're ready. Hakkında fun faktlar verirdim bu əfsanəyə. Deməli, Ravenna çox keçmiş zamanlarda, biz zamanlar Rom İmperiyasının paytaxtı olur. Güzel. Sonra Ravenna'da mozaik işlənləri çox məşhurdur və deyilənə görə deyəsən ilk orada yaradılıb, əmin deyiləm bu infoya. Bir də Ravenna next illərdə su altında qala biləcək və dağıla biləcək bir şəhərdir. Əlavə info, Dante'nin əsl məzarı Ravenna'dadır. Niyə bilmirəm. Dante olasan o qədər. Və Ravenna'nı hər halda bilməm bilirəm, bir də qoca nənə babalar bilir. Və Ravenna şeydədir, məzarı oradadır. Əslində biz eyni universitetdə oxuyuruq. Bologna Üniversitesi'nde oxuyuruq. Amma bizim kampuslarımız fərqlidir. Hansı ki, mən indi magistr hal-hazırda mən oxuyuram Bologna'nın öz şəhərində, Bologna şəhərində. Amma Aliyə oxuyub Ravenna kampusunda. Elə də istəyirəm. 4 kampus var. 4 kampus var. Forli, Rimini, Ravenna, Bologna. Bir də Forli, Rimini, Ravenna, Bologna olur. Mən Bologna özündə oxuyuram, elə Bologna şəhərində, Aliyə Ravenna və biz indi gedirik Aliyənin oxuduğu kampusu görməyə, yəni o şəhəri görməyə ümumiyyətlə. Arada da şəhərlərlə, yəni qatarla 45 dəqiqəlik məsafə var, biz gedəcəyik. Hamısı Emilia-Romanya zonasının içində daxildir. Hamısı Emilia-Romanya. Bir də belə bir şey var ki, Bologna universitetinə qəbul olan bütün tələbələr əvvəllər elə bilir ki, gələndə elə Bolonya'da yaşayacaqlar. Amma elə deyil. Yəni o 4 şəhərdən birinə düşə bilərsən. O da ixtisasa görə fərqlənir məncə. Sən mən kimya, science-əm və Bolonya'nın özündəyəm, amma ki insan hüquqları Ravenna'dadır. Turizm Riminidədir. Turizm Riminidəymiş məsələn. Məsələn, bir də filologiya məncə Forlidə olmalıdır. Forli haqqında heç kim olmaz. Forli çox bərbad bir şəhər. Bax, balaca və heç nə olmayan bir şəhərdir. Baxın, mənim hər an çantamdan hər şey çıxa bilər və hal-hazırda artıq Aliyə üçün bu normaldır. Çox qəribə idi. Başda dəhşət qəribə idi də, yəni. Amma artıq yeni bu mənə. Bir də sumkasına çiyə suyu çıxarır. Sağlamlıq hər şeydir. Bunları evdən bax, bunları gecə suya qoyuram. Gecə suya qoyanda da çox önəmlidir. İndi mən sevirəm. Kofe ilə xurma mən çox sevirəm. Mənim üçün kapıldılar onlar. Götür birini Aliyə, davay, başla. Xurma. Dostlar, zarafat eləmirəm. Həyatınızda bir dəfə mütləq xurma ilə cappuccino-nu yaxlayın. Yəni çox əla bir şeydir. Bəyəndin Aliyə? Bəyəndi. Mən onsuz da yox deyə bilmirəm. Mənə yox deyə bilmirəm. Dostlar, bu treyni biz aşağı düşürük hal-hazırda.
Yes, axır ki. Şimdi bir neçə günə biz Barcelona'ya gedəcəyik. Aha, baxın dostlar, burada biz bunu təsdiqlədəcəyik. Təsdiqlətdiniz. İndi mənimkin eləsin. Bunu təsdiqlətməsə siz cərimə ödəyirsiniz. Super. Aslında bunu təsdiqləməmək Baxın, yoxlanır. yoxlayırlar. Mən 4 dəfə minmişəmsə 3-ündə yoxlanılmışam. Yoxlayırlar. Hə. Təsdiqləməyini yoxlanır. Sən təsdiqləməsən onların əllərində elektronik bir cihaz olur. O ora getmir. Hə. Now we're going. Dostlar biz biraz... Hə, polis baxdı, neyniyək də? Məncə kamera çəkmək olar burada. Riskə gedirəm hal-hazırda, amma heç okey, bax arxadadır. Ay səni. Ay səni. Niyə dersən ki, mənə? Əslində olan. Güclə yaşam icazəsi alıram və onu da əlimdən alır. Hər birinin platformaları olur və hər yerdən gedən. Biz indi 7-ni axtarırıq, 7-yə gedirik. Yəni hər bir platformanın fərqli getdiyi qatarlar var, yəni ki. Yəni bax, itirməməliyəm deyə əyəcanlı. Hər an itirə bilərəm. Sən heç başına gəlib ki, bilet almadığın üçün cəzalandırılasan. Parisdə olur. Bir an danışmışdım. Parisdə mən avtobusları bilet almadan minirdim. Niyə? Ayıb olsun, Bir neçə video qınıyırım. gördüm və dedilər ki, o heç kim yoxlamır, almayın. Bir dəfə aldım, 2 dəfə aldım. Gördüm ki, bu çox baha çıxır. Dedin ki, mən niyə almayım? Yəni bilirsən Bir şey mi? necədir? Normalda digər Avropa ölkələrində bir dəfə tren ya da avtobus bileti alırsan və bu bütün nəqliyyat vasitəsində 70 dəqiqə keçərli. Parisdə elə deyil. Parisdə metroya ayrı almazsan, avtobusa ayrı almazsan, hamısını ayrı-ayrı. Və Parisdə baha olur. Ona görə də çox açıq və Paris o qədər böyük ki, mütləq nəqliyyat vasitəsi istifadə Aa, onu eşitmişəm, hə. Neyse, ben de son günümdü. Şey gideceğim ben havalimanına. İşte son bindiğim avtobusda. Ben dedim ki maksimum ne olabilir? Maksimum. Elə demirik. Elə demirik. Ümumiyyətlə bas tiketi belə almamışam da, yəni onun kartı olur. O belə yoxdur, ancaq metro kartı var. Neyse, qapıya yaxın deyirəm ki, arkada nəsə olsa, tez arkadan qaça bilir. Şey qabaqdan minib sürücüyə deyir ki, qapıları bağlılar. Ahilə olur, həqiqətən randomlı minirlər o yoxlayanda. Birdən deyir ki, hamı otursun, dayansın. Çox belə, çox dəhşətli bir vəziyyət olur. Adam çox Başdan stres olur. sadəcə mən və mən nəsəndəyim 2 qız qaldı. Aha. Hamı düşdü, biz qaldık. Da başa düşdüm. Sürücü çox aydındır ki, biz Şanssızlıq almamışıq. deyəndə də sən. Sonra bizi tutdular. Ben de dedim ki niye bilir? Bak bakma dedim ki ben dedim bilmiyorum. Yani onu bile demedim. Başta böyle lal oyunu oynuyorlar. Böyle aydın tatlırsın iskezi var böyle yiyorum. Sonra bir İngilisini də bilmirsən də güya. adam da gördü ki çok boş danışıram da. Çantam düşdü yerə, ay Allah. Sonra adam dedi ki biletini alırım. Ben de götürüp şey verdim. Metro bileti. Hə, Adam güya dedi da. ki metro bileti, avtobus biletini alırım. Dedim ki ben bilmirdim ki. Dedim ki ben turistim. Bugün 1 saatli gelmişim Paris'e. Hə. Tüm motorumu açıp dediler bileceğler ha. Yalandı da danışıram. Nə oldu indi axırı? Ay işte dedim ki cərimə yazmıyorum sənə, amma Hə. bir də görməyim səni burada. Məncə həm şanslısın, həm də şanssızsan. Bizim 150 avroydu. Ayda 150 avronu sadəcə bir şeyə vermək Vermədim. Çox. A bir də Ravenna'da 2 dəfə cərimələnmişdim. Niyə? Mən Ravenna bax. Sən bu qız niyə belə illegal gəzir? Mən elə deyim, mən elə deyiləm. Özü human rights olur. Ravenna'dakı baslar, tiket hissəsi bəzən işləmir. Düz deyil, bu da mənim başıma gəlib. Hə, düz İşləməməsini deyil. sən avtobus sürücüsən deməlisənmiş. Yəni işləmir. Sürücü mən hardan tapam? Sürücü oradadır da usta. Hə, hə. Bax işləmir. Mən bu treyndə başıma gəlib. Mən treyndə sürücünü hardan tapam? Bilmirəm. Avtobusa belədir. Hə. Biz də demədik, Hə. İtalyan bir dostumla idik. Sonra yoxlama gəldi. Biz də heç stresli deyilik də, çünki işləmir də biz nə edək? Yoxlama gəldi, dedi ki işləmir. Yoxlama dedi ki indi işləyir. Bizimlə işləmir də. Bu dedi ki avtobus sürücüsü deyilmişsiniz. Yanındakı İtalyan qız dedi ki ha görüşük. Sonra dedi sürücüsü başta sürücüsü yandırmadı ki ha o ki biz deyil. Sonra biz cərimələnmədilər. Aa, çox şirin. Amma belə özü fikir Atmayın, atmayın. Mən amma yoxlayırlar. Yəni 4-5 dəfə minmişəmsə, hamısı yoxlanılıb yəni. 70-80%-ni yoxlayırlar. Mən başqa 2 dəfə minmişəm şeysiz, tiketsiz, balonyanın içində. O da təsadüfən yoxlanılmayıb, yəni şükür Allaha ki. Amma bu 4-5 dəfə. yoxlanmalar. Mənim səsimin gəlmir. Amma 99% yoxlanmalar. Mən bir baxın da. Yox, elə demə. Elə demə. Elə demə. Baxın gəlir dostlar, gəlir. 在安心，那是一个美丽的地方。山水相依的风景。 Qayıdacaq. Amma yol üstü Ravenna'da bir saat. Aa, Rimina'da daha yaxındır. 心中永远的牵挂。 Gəl burada 无论 oturaq 走 qardaşlar. 到哪里，你都是我最温暖的港湾。
oturmuşuq. Sadəcə Aliyə biraz narahatdır ki, bizdən səhv qatara minmiş olaraq, amma məncə deyil. Aliyə araşdırır. Başqalarını çəkmək istəmirəm. Budur. Buymuş. Düz qatardayım. Yəni, insan həqiqətən son ana qədər state düşünür ki, o deyil də. Yəni, məndə də çox olur. Çünki videolarım üstündə çox vaxt geçir. Mən heç özüm təqdim eləməmişəm, dostlar. Mən əfsanə hal-hazırda mən İtaliyada, Bologna şəhərində master degree, magistratura oxuyuram. İxtisasında kimyadır, chemistry-dir. Aliyə mənim dostumdur. Biz əvvəlcə tanışıydıq, amma bura gələndən sonra daha bilə artıq daha yaxınıq. Biz əvvəl bir yerdə işləyirdik. Əslində heç çox qabaq-qabaq gələcək səviyyədə işləməmişdik, amma bilirik ki, biz bir yerdə tanışırıq bəyəndiyə. Nəysə, belə mənim həyatımda videolarım çox olacaq. Və biz Ravenna'dayıq. Heyecanlıyam. Belki paytaxt şəhəri yox. Ay. Ay düşürük yəni. Ay buralar çox təhlükəli yerlərdəsiniz. Dostlar, hər an telefonu əlimdən ala bilərlər. Welcome to Ravenna. Ay, train çox yaxşı keçdi, çox rahat oldu. Biraz otura bilərdik hələ. Rahat oturduq. Gün üstünə düşür. Belə dostlar, hava çox yaxşıdır. Bugün martın neçəsi bugün? 14-15 ola bilər. Bazar günüdür. Bazar, və biz buradayıq. Arxadakı mahnını da eşidirsiniz. O qədər sakitdir ki. Şükür bir maşın gəlir. Həqiqətən. Bir də indi siesta vaxtıdır. Siesta vaxtı nə deməkdir deyə sorsaz, bizdə lunch period olur. Elə bir ki, işdə məsələn, tutaq ki, saat 1-dən 2-yə kimi. Bunlar götürürlər lunch periodunu 3-4 saat. Günorta işləmirlər. Məsələn, hal-hazırda bütün yerlər demək olar ki, bağlıdır. Məsələn, biz istəsək ki, yemək yeyək, çox nadir yerlər hal-hazırda açıqdır. Saat hal-hazırda 1-dir. Italians deyəcək bir şey yoxdur yəni ki. Nə də İtalyanlar mənim gördüyüm ən kefqom insan millətlərindəndir. Ürəkləri istəyir eləyərlər, ürəkləri istəmir eləməzlər. Gözəldir, gözəl həyatdır. Fondazione? Fondazione. Project Management. Project Management in Bologna. Yes. Bax bu küçənin gözəlliyi. O qədər xoşum gəlir belə küçələrdən. Bu nədir xanım? Bağlıdır. Aliyə məni aparacaqdı kitabxanaya, amma gedə bilmirik. Biz getdik Aliyənin dostundan bəzi əşyaları götürdük. Aliyənin I told you, bazar günü təbii ki, library bağlı olar. Bugün ancaq yeyib içmək. Okay, indi Aliyə baxır çünki mənə Ravenna'nı gəzdirəcək. Danteya məzarına gedirik. Bir məzara getmək üçün bu qədər həyəcanlı olmaq. Bu küçəyə baxın. Burada hər yerdə belə bayklar, velosipedlər. Oh my god, da yəni. Çox qəşəng küçədir. Yerinə çəkirsən. Gedirik Dante məzarına hal-hazırda. Dante kimdə Aliyə bizə info ver. Bu qədər fəlsəfi bilgim yoxdur. Bu qədər fəlsəfi bilgim Gözlə yoxdur. öyrənəcəm. Oraya gedəndə sizə Dayan. yazıb deyək. Sizə yazarıq. Mən o... Heart beats fast, colors and promises. How to be brave? How can I love when I'm afraid to fall? But watching you stand alone, all of my doubt suddenly goes away somehow. Ravenna'nın əvvəllər içində necə olduğunu görəcəksən. Aha. Sənin bir hissəsi var. Oradan görə biləcəyik. Bu sol tərəfdə də Dante'nin məzarı. Dante'nin məzarına gedirik. Giririk içəri. Hazırda. Ney var? Filmlərdə gördüyümüz şeylər var. Babayla çıxarırlar. Burada bu olur. Hansında? Burada yoxsa? Gəlirsən.
Mən işte şahid olmuşam. Bax burada gecələr o şeydə suya batmış şəhər. Suya batmış. Oh my god. Balıqlar var burada. Bu gen keçmişdə suya batıb. Yəni şəhər keçmişdə suyun altında oldu, sonra su çəkilib. Ona görə bəzi yerlər hələ də sudur və şəhər çökə bilər. Yəni çox safe bir şəhər deyil əslində. Oh my god. Şokda. Burada sən günah çıxarmadır, günahlarını danışırsan və təmizlənirsən deyə bilərik. Və burada da şamlar var. Elektronlar. Mən amma yəni original eləmişdim. Mən Bolonya'da eləmişəm. Bir şamı yandırırsan, bulatırsan, bura dilək tutursan. Belə. Əvvəldən qalan Yenə mozaiklərdir. 4-cü əsrdə deyəsən. Hə, 4-cü əsr. Prosta başına git, eğer nə böyle diyorsa. Yəni, əgər sadəcə 4 yazılıbsa 4. O da orada anlamı bil deməkdir. 4-cü əsrdən qalan bu mozaiklər. Buradakı suya da doğmalıyıq. Yəni durursa. Mən axı xristiyan deyiləm. Onu da eləməyəcəm. Və çıxırıq. Dostlar, çox maraqlı deyil, yəni günah çıxarma. Orada insanlar gəlirlər bir-birlərinə, daha doğrusu orada papaya günahlarını danışırlar və papa əslində görmür qarşısında kim var və sonda yəni onlar təmizləndiklərini düşünürlər. Çox maraqlıdır. Yaxınlaşa bilərsən. Və Dante bəyin məzarı. Olmaz, danışmaq olar, amma ancaq aşağı tonla sükut zonası adlanır bu hissə. Çünki insanlar bura sırf düşünməyə gəlirlər, dincəlməyə və düşünməyə gəlirlər. Mənim izləyicilərimə Dante haqqında 3 əsas məlumat ver. Qabağında məlumat verir. Deməli, Dante 1265-1321-ci illər dövründə yaşamış bir şəxs olub. Təkcə İtalyan deyil, dünya ədəbiyyatının ən nəhəng simalarından biridir. Eyni zamanda da İtalyan dilinin yaradıcısı hesab edilməkdədir. İlahi komediya əsərinin çox məşhur bir əsər olan İlahi komediyanın yaradıcısı sayılır. Bu şəkildə. Çox sağ olun, Ali. Gedək. Biz buradan çıxırıq hal-hazırda. Burada göyərçinlər çoxdur. Yəqin sükut zonası buradır, bax, düşünürsən. Düşünmək, düşünən adam. Gözlər. Düşünən adam. Dostlar, təqaüdünü və digər təxminatlar. Buraya gələn tədbirlərlə bəlkə maraqlı olar. Bura kilsədir, kilsədən girsən bu tərəfsi kilsənin sponsorluğu altında olan yataqxanada çox qəşəng otaqlar var idi. Mənim single otağım 220 avroydu, all included. Və single qalırdın, çox yaxşı idi. Çox böyük otaq idi. Ümumiyyətlə bu haqda sənə bir video çəkəcəyik, Aliyə xanım. Zəhmət olsun mənə boş zamanınızı deyil. Çəkəlim, adamlar. Ki, yola baxın, çox maraqlı yoldur. Xoşum gəlir belə yollarda. Sən universitetini göstərin. Aha. Mənə göstər universiteti. Günəş düşür, amma ümumiyyətlə dormitoridən, yəni yataqxanalardan danışsaq, sizə yataqxana düşmə ehtimalı olur və siz bunu öz application'ınızda dolduranda qeyd edirsiniz, hə Aliyə? Eləyirsiniz və siz eyni zamanda müraciət eləyirsiniz hər ikisinə də və orada seçilmə şansınız amma belə olur da. İlk öncəliyi məncə daha belə deyək də daha ailə gəlirlər, ISS-i aşağı olan yerlərə verirlər. Məsələn, mən bir şey var, baxılır ki, o şəhərdə nə qədər adam erqalandı. Ravenna o qədər balaca şəhərdir ki, Ravennada barmaqla sayacağın qədər tələbə var. Ona görə Ravennada yataqxanaya müraciət edirsənsə 99% yataqxanaya düşəcəksən. Amma məndə Bolonya'da elə deyil. Mən Bolonya'da düşə bilməmişdim yataqxanaya. Çünki həm məndən belə deyək, ailə gəlirləri daha aşağı insanlar deməli var imiş ki, və o siyahıda mən artıq nə qədər ayrılır ümumiyyətlə, neçə nəfərə. İlkçilik eləmiyim, amma eşitdiyimə görə Polonya'da bir dövründə yataqxanalar sadəcə Hindistanlılara verilir. Hindistanlılara verilir, so sad. Bax, orada da mozaiklar var. Mozaikalar. Yes, hər yerdə, şəhərdə siz görmürsünüz, amma mozaiklər var. Çox maraqlıdır əslində bu. Okay, fikrimizi dağıtmayaq. Bəli, Bolonya'da mən düşə bilməmişdim yataqxanaya və mən hal-hazırda bir evdə yaşayıram, ev tutmuşam. Evlərlə bağlı da çox yaxında. Məncə evlərlə bağlı xüsusi danışmalıyıq, çünki çox detallı bir mövzudur və məncə buna yəni bir video hazır olmalıdır. Aha dostlar, biz gəzdik, gördük, çox marifləndik. Çox sağ olsun Aliyə məni gəzdirir. Bizi gəzdirir. Kim gəzdirir? Məni özünü də gəzdirir, çünki özünü görmədiyi yerlər var imiş. Arxa fon.
nə? Bax yenə mozaik kablolar. Mozaik gözünü sizə göstərim. Bura mozaiklərlə çox məşhuruymuş. Qəribə şəkildə şəhərdə mozaik avına çıxa bilərsiniz. Yəni Mozaik avına çıxa bilərmişsiniz şəhərdə. Good. Nəysə biz çox marifləndik. Mənim indi amma beynim doldu artıq. Ona görə biz gedirik yemək. Piadina yeməyə. Yemək yeməyə. Piadina da buraya məxsus. Emilia Romanya Bölgəsinə məxsus daha bir çox dadlı yeyə biləcəyiniz dadlı. bir ravennadır. Mən yeməmişəm heç və biz gedirik indi onu yeməyə. Çox gözəl. Çünki acıq artıq. Bura Kennedy küçəsidir. Bu Amerikada başına bunlara qoyduqdan Kennedy var ya. Onun adına həsr olunur. Bura Ravennanın mərkəz küçəsidir və həqiqətən də insanlar cəhddən, yəni məncə qocalar daha çoxdur. Hə. Sənin çox yaşayan coffee shop'a da problem Piadina. İstəyirsən ikisini də eləyək. Ay- My favorite coffee shop budur. Hə. Piadina'da ya bu ara küçədən girəcək baxacağıq. Aha. Golden Dol deyilmi? Ya da ki buradakı Piadina'nı yeyəcək, o açıqdır. Mən birinci Piadina yemək tərəfdarıyım, sonra coffee shop təbii ki də yəni. Oy. Nənə babaların favori yeriymiş. Evlilik yeridir. Evlənməyə bura gəlir. Nigah? Okay. Və İtalyanlar çox qəribə bir şəkildə içəri girməsələr belə durub mağazalarda baxırlar qabaq şüşələrində, yəni ki, bu İtalyanlar üçün çox normal bir haldır. Gəldi nə var buradadır? Koyayım sənə de. Aha. Piadina arasında lavaşdan olan bir təndirdir, amma lavaşdan daha qalın gördüyünüz kimi. Bunun içinə siz nə seçirsiniz, onları qoyurlar. Siz seçə bilərsiniz. Sonra onu büküb presləyirlər. Amma lavaş onu demir, tamam fərqli bir dadı. Fungi elə bax, səninki buradadır məncə. Yox, çünki burada görürüm. Burada da var axı fungi. Ama demek ikisinde de var. O da Hə, it's okay. Let's try. Sen özellikle ye. Görəcəm də. Just try. Kestik. İçerisinde ne bileyim et var, biber var, göbelek var. Xəmir çox keçənəli və fərqlidir. Çox şirin bir yerə gəlmişik Aliyanın dəyişməyinə, favori yerinə. Belə burada atışdırmalıqlar var. Belə bir şeylər və Aliyə deyir ki, yo, mən elə sevmirəm. Ha tamam. Belə də var, amma məsələn burada belə seçimlərimiz var. Mən yenə cappuccino'yum. Bəlkə Amerikanı götürürüm. Bəlkə bunlardan birini götürəcəm. Götürüsü ben şey yapayım. Mən indi Amerikanım hazırdır. Bir dənə fun fact. Suyu niyə qoyulur və suyu nə zaman içməliyik? Suyu siz kafedən öncə içirsiniz ki, dişlərinizin minəqatına daha az zərər gəlsin. Birinci, suyunuz super. Yəni ki, bir yerin keyfiyyətini məncə sudan bilmiyoruz. Qazlı su qoyublar, superdirlər. Ben bunu bilmirdim. Bilmirdin, bax öyrən, bəli. İndi suyu birinci içməlisən ki, dişinin minəqatına kafein daha az zərər versin. Böyle. Avtobusu dayandırmasan dayanmayacağım. Bu birisi bagaj kaldı. Bagaj adı nedir bunun? Çamadan. Ben bilmem neyse. De hardasan? Bence izi tozu belə yoxdur ha. 36'da deyiblər. 34, 35. Hiç vakti işlenmiş yanlışta. Ay. Gəlir. Baba. Aliye ve bizim çamadanlar burada. Guys, axır ki biz çatdıq Bolonyaya. Gözəl crowd, çoxluq Boloniya. Yəni Ravenna'dan sonra bura ilaç kimi gəlirdi.
gələn dəfəki vloqlarda görüşmək ümidi ilə. Görüşərik dostlar. Özünüzə yaxşı baxın. Aliyə.